Əhl-i sünnədə rəhbərə dua etmək var, bəli var. Əhl-i sünnə və cəmanın əqidəsindəndir, etiqadındandır ki, rəhbər üçün dua etsin, müsəlman rəhbər üçün. Onun islahı üçün, onun hidayəti üçün dua etsin. Allah subhanahu wa ta'ala onu xeyirlərə müvəffəq etməsi üçün əlbəttə ki, dua etməlidir insanlar. Allaha dua eləməli ki, ya Rabbim, sən başçını xeyrə müvəffəq elə, onu sabit elə, onun hidayətini artır, İslam və müsəlmanlar üçün faydalı elə. Buna oxşar dualar edilməlidir. Amma minbərdən də açıq-aydın dua edə bilərlər. Bu problem deyil. Yəni necə ki, 4 məzhəb imamının vaxtında və ondan öncə və ondan sonra da bunlar edilib, günə qədər də edilir və burada heç bir qəbayət yoxdur. Əhl-i-Sünnə və Cəmaətin alimlərindən buna etiraz edəni zaten bilmirik. Salamat əqidə və etiqad üzərində olan hər hansısa bir əhl-i-Sünnəyə nisbət olan alim buna etiraz etməyib. Sadəcə etiraz etdiyi şeylər nədir? Minbərdə, Bakıda olmayan bir şeylə onu tərif eləmək. Hansı ki, Bakıda o yoxdur, onunla onu tərifləyərək insanları aldatmaq və yəni olmayan şeyi edilmiş kimi göstərmək bəyənilməyən bunlardır. Amma bir kimsə başçının xeyirlərindən danışarsa və minbərdən açıq-aşkar onun üçün dua edərsə və yaxud da ki, gecə namazı olsun, digər namazlarda dua edərsə, orada bir qəbayət yoxdur. Əksinə, Əhl-i-Sünnə və Cəmaətin əqidəsindən, etiqadındandır ki, başçı üçün dua edilsin. Çünki o islah olarsa Allahın izni ilə onun raiyyətində olanların da islah olması üçün səbəb olar. Onun islahı Allah bir doğrusunu